olmaz ki getməyəsən. Özün ki görürsən atanla anan nə qədər əziyyət çəkir. Axı bugün uşaq paltarları almağa gedəcəkdik. Doğrudan, uşaq arabası ilə gəzdirən almayasan ha. Bir dənə komplektini görmüşəm, çox qəşəngdir. Qaydandan sonra özüm gedib alaram. Yatmaq istəmirəm. Hamidi gözləyirəm. Leyla xanım. Nə vaxt gəlmirsən Hamid? Ağlıma min cür fikir gəldi. Sənin üçün çox darıxacağam Leyla. Necə yəni? Dəli olmusan yenə? Mən ölmüşəm. Sən daha məni görməyəcəksən. Bəli cənab, maşının rəngi açıq boz rəngdədir. Onu başa düşdüm. Mən ancaq sizdən xahiş edirəm, bir dəfə də maşının nömrəsini mənə deyin. Dediniz, bir dəfə də deyin, biz əmin olaq. Görək məsələ nədir? İstirsən Mir Əhmədə zəng eləyəsən görəsən çatıblar ya yox? Hamid'dir. Bəli, buyurun. Tehraniyəm. Bəli cənab, maşının rəngi açıq boz rəngdədir. Onu başa düşdüm. Mən ancaq sizdən xahiş edirəm, bir dəfə də maşının nömrəsini mənə deyin. Dediniz, bir dəfə də deyin, biz əmin olaq. Görək məsələ nədir? Axı siz burada necə bir vəziyyət olduğunu bilmirsiniz. Yaxşı hələ vəziyyət necədir? Yəni hər 3 nəfər də... Ey vay! Hə, biz nə eləməliyik? İndi təcili yardım hara gətirib? Biz gələk ora. Onlar Tehrana gətirəcəklər. Biz nə eləməliyik? Bilmirsiniz. Siz burada necə bir vəziyyət olduğunu bilmirsiniz. Hamid. Hamid. Hamid.
Canım bala. Dua elə ölüm. Cənab Mehbərsi körpədə şöbəsinə. Cənab Mehbərsi körpədə şöbəsinə. Ölmedi Hamid'in oğlunu da gördük. Kim fikirləşərdi ki Hamid ata olub? Yaxşı hələ, yaxşıdır ki, özündə baba olmusan. Köpək oğlu. Ata, mənim dünyaya gəlməyim yaxşı yadındadır. Bəyəm, olar bəyəm yadımdan çıxsın. Anan səni dünyaya gətirəndə mən zavutdaydım. Bu dəzgahlardan biri xarab olmuşdu. Əllərim buracan yağın içindədir. Mənə zəng eləyib dedilər, xəstəxanaya gəl. Gəldim, bir qara uşaq, bir qarış boyda qara bir uşaq. Dedilər, buyurun, bu sizin uşağınızdır. Bu qədər də deyilmiş, bu qədər də deyilmiş. Valla belədir, dəqiq belədir. Ancaq sən deyildin ki, birinin qız uşağı idi. Bu sizin anan gəlib yeri göyü bir-birinə qatıb dedi. Uşağım hardadır? Mənim uşağım hanı? Elə bildi sən orada. Doğrudan da ürəyimdən gəlir. Bəs nə ki ürəyimdən gəlir. Bax, bugün mənim günümdür Hamid. Bugün mənim günümdür. Ürəyim hər nə istəsə deyərəm. Axı ürəyim soğuyar. Əgər kifir qara bir qız uşağını desələr, buyur bu sizin uşağınızdır. Atacan, bu 4 ay qabaq ultrasisdə məlum olub ki, oğlandır, əzizim. Düz deyirsən, oğlandır. Özü də məlum olub. Oğlan yaxşıdır ha. Oğlan çox yaxşıdır. Oğlan atanın dizinə quvvatdır. Bəli, Oğlan atanın arxası köməyidir. bəli, lap mənim kimi də. Oğlan yəni qaç get bala, küçə başından 2 dənə çörək al. Qoymaram, özüm gedib sırada dayanaram, amma qoymaram o getsin. Oğlan yəni əskərliyə hazırlanan kitabçası gəlib, qaç get əskərliyə. Ona qurban olaram, özüm onun yerinə 2 il əskərliyə gedərəm ezamiyyətsiz. Yəni ata bəs nə vaxt mənim üçün elçiliyə gedəcəksən? Mən arvad Arvad istəyirəm. almaq istəməyi hardadır, tezdir elə. Axı, əgər sənə çəkmiş olsa. Ata, ancaq Allah eləsin məni oxşasın. Olmaz, sənə oxşamaz, səndən daha şirindir. Daha şirindir. Sənin kimi ət acı deyil. Qurban olum atasın. Oğlan yəni atanın əzizi. Mən sizə qurban olaram, hacı. Oğlan yəni atanın varisi, atanın arxası, atanın iftixarı. Oğlan yəni gözlərinin paklığı, gözlərindən müğayət olan. Oğlan yəni qürur və qeyrət. Oğlan yəni dayağınam ata.
Yəni səni tək qoymaram ata. Söz. Oğlan yəni kişi ol. Kişi kimi qal. Oğlan yəni ürəyin olsun, ürəyin qırılsın, dəm vurmayasan. Oğlan yəni qəhər öldürsün, göz yaşın axmasın. Oğlan yəni ata, yəni bütün dünyanın qəmi. Oğlan Yaxşı hələ biz qaydırıq məktəb. Nə oldu? Baş sağlığı verirəm. Hamid ölüb. Yox. Məhtəb, sakit ol. Məhtəb, mənə görə. İnanmıram. Nasıl yalan deyirsən? Öz gözlərimlə gördüm. Kaş ayağım sınaydı heç getməyə. Sən Allah'a and verirəm. Kaş heç görməyəydin. Sən Allah'a Sakit ol Məhtəb. Sən ancaq Hacı xanımı sakit edin. Görüm bu xəbəri ona necə verə bilirim. Baş sağlığı balaca sözdür ancaq. Təəssüf ki Hamid ölüb. Hamımız ölüb. Heç tanımaq olmurdu. Çox çətin idi. Amma Hamidin özü idi. Dur anası, dur balaca mələyinə süd ver. Dur. Dur əzizim, uşaq acdır. Dur bax, bu balaca mələyinə süd verməlisən. Dur, acdır. Gör nə qədər nazlıdır. Anası bax. Gör nə qədər qəşəngdir. Görürsən? Süd istəyir. Anası, dur.
şadlığına salavat. اسمع يا حامد Ay Allah. Ruhunun şadlığına salavat. Sonra ged anam. که دامه تا کجایی زشت عالمی پر شور و غوغاست چه دانم تا در این غوغا کجایی آی فتادم در سرم سودای عشقت فتادم در سرم سودای عشقت شدم سرگشت این سودا Uşağa süt verməlisən. Gərək görək refleksi var ya yox. Xanım, sizinləyəm. Bunu istəyirdiniz? Buyurun. Rahat olun. Özüm gördüyümü. Yaxşı, bəs nə vaxt? Mən xəstəxanaya getməmişdən qabaq almalısan da. Yaxşı. Ay Allah, buna qurban olaram. Yəni buna qoyub xəstəxanadan gətirəcəyik? Hə, Heç elə deyil. Atası ölüb bəyəm, özüm möhkəm qucaqlayacağam. Yapışdıracağam sinəmə. Qurbanın olum. Heç bilirdin ki, uşağı nə qədər möhkəm qucaqlasan daha çox bir-birinizə vurularsınız? bəs odur ki, qoyacağam uşaq daşıyana. Çox baxılsan ha. Sənə həssasam. Daha istəsən də, istəməsən də ata sevəndir. Mənim əlimdə deyil. Mənlə oğlum bir-birimizə bağlıyıq, bağlanmışıq. Mən sənə bağlanmağını istəmirəm. Niyə? Ona görə ki, sən olmayanda məni incidəcək. Oldu, mən hara getsəm özümlə apararam, problem deyil. Bəs ancaq mən artığam da? Yaxşı, hara getdik bir yerdə gedərik, üçümüz yaxşıdır. Mən ki bilirəm onu məndən çox istəyirsən. Hardan bildin? Heç istəmirəm. Leyla, Leyla, Leyla.
Salam aleyküm. Salam. Allah rəhmət. Hoş gelmişsiniz. Başı sağ olsun. Salam, başı sağ olsun. Salam Hacı, başı sağ olsun. Allah rəhmət eləsin. Salam. Git onlara apar Hacı gözünü. Git, tez ol. Salam, buyurun. Salam, başı sağ olsun. Ayaklarınız ağır olsun. Sağ ol. Gel. Salam. Alo, salam aleyküm. Yaxşısınız? Salam. Zəhmət çəkəsiniz. Allah ölənləri rəhmət. Xoş gəlmisiniz. Buyurun. Allah rəhmət eləsin. Buyurun, zəhmət çəkin. Otur. Allah sizin əmvatı rəhmət eləsin. Salam. Zəhmət çəkmişsin. Əyləş Hacı. Əyləş. Zəhmət Salam. çəkmisiniz. Hoş geldiniz. Allah sizin əmvatı rəhmət eləsin. Hacı gözler. Bunu yığışdırıblar. Tez gedin aparın da. Salam aleyküm. Ayaqlarınız ağır. Hoş geldiniz. Çox xoş gəlmisiniz. Xoş gəlmisiniz. Salam Zəhmət aleyküm. çəkmisiniz. Hoş geldiniz. Zəhmət çəkmisiniz. Allah rəhmət eləsin. Çox xoş gəlmisiniz. Salam aleyküm Hacı ağa. Hoş gelmişsiniz. Zəhmət çəkmişsiniz. Salam Hacı ağa. Hacı ağa salam aleyküm. Zəhmət çəkmisiniz. Zəhmət çəkmişsiniz. Buyurun, buyurun. Buyurun. Zəhmət çəkmisiniz. Buyurun. Buyurun. Buyurun, Allah rəhmət eləsin. Ürəyin rahat oldu cənab Tehrani. Bunu istəyirdin? Cənab Şərifi, xahiş eləyirəm. Bura məsciddir. Bura yas mərasimidir. Yas mərasimi? Kimin mərasimidir? Oğlunun ya Mənsurlu arvadının? Cənab Şərifi. Şərifi. Daha şərifilərdən bir şey qalmayıb ki. Arvadım getdi. Dedim qardaşımla oğlum var. Qardaşım getdi. Qardaşımın arvadı getdi. Hamı getdi. Buyurun. Biz hamımız dağ görmüşük. Sizin halınızı başa düşürəm. Necə bir halda olduğunuzu bilirəm. Bilirsən, oğlum yeganə ümidi mən atıb getdi. Özünü itirib batırdı. Qardaşımın qızı bunların gəliri olandan mənim üçün ölüb. Mən qalmışam özümlə. Hamısı da bu kişinin günahıdır. Cənab Şərifi, siz dağ görmüsünüz. Hamımız matəm içindəyik. Ancaq inanın, bu heç kəsin günahı deyil. Əvəzini verəcək. Qardaşımın qanının əvəzini verəcəksən, cənab Tehrani. Rahat buraxmayacağım səni. Cənab doktor Cəzayiri əməliyyat otağına. Cənab doktor Cəzayiri əməliyyat otağına. Buyurun, buyurun. Bəh, bəh. Bəh. Salam aleyküm. Salam. Salam. Salam Hacı. Salam. 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 Yaxşısan? Sənə qurban olum. Salam Hacı ağa. Yaxşısınız? Sağ olun. Əllərin var olsun. Sağ ol. Varımdır. Get yenə də gətir. Get. Əlinizə sağlıq. Sənin də əlinə sağlıq. Allah qəbul eləsin. Buyurun. Buyurun. Uşaqlar tez olun. Tez gətirin. Buyurun. Əlinizə sağlıq. Sağ olun. Allah Bir şey qəbul deyil. eləsin. Buyurun. Mənə baxmaq istəmirsən? O qədər xoşun gəlir başın əmiş aşağıdır. Arası yaxşıdır. Adam heç öz həyat yoldaşını da tanır. Ona görə deyirəm yaxşıdır. Gedək. Gedək.
piyada gedək. Hacı əgər icazə versəz mənlə Leyla piyada gedək. Piyada niyə, hə? Bir yerdə gedərik də. Biraz piyada gezmək istəyirəm. Yəni bir yerdə getməyə. Qoy piyada getsinlər. Nə eybi var? Gedin yaxşı vaxt keçirin. Yaxşı da bəs çox gec gəlməyin. Yaxşı oldu. Hələlik sağ olun. Gedin. Sağ olun. Gedin Sağ vaxtınız yaxşı keçsin. Niyə qoymursan tək getsinlər? Paxıl. Elə bilirəm sənin tilisiminə düşmüşəm. İnan mən tilisim filan bilmirəm. Öz əlində deyil. Hamını özünə vurğun eləyirsən. Bəzi vaxtlar səni itirməkdən qorxuram. Niyə? Biz ki təzə başlamışıq. Biz heç vaxt qurtarmayacaq Leyla, heç vaxt. Mümkün deyil qaçama. Ancaq doyunca sənə baxmaq istəyirəm. Deyəndə ki dəli sən deyirsən yox. Qız ayıbdır, burada cəmaat dayanıb, gəl gedək evə. Mühüm deyil. Bu anı yaşayaq. Əgər getsək daha bu an bitəcək. Hamid. Bəli. Hamid. 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 Həmişə bu səhnəni gecələr görürdü. Qəbir, qəbristanlıq, ya Hüseyin səsi. Ancaq bir fərqi vardı. Hamid orada aşağıda dayanmışdı, mən yatmışdım. Başımı Hamid torpağın üstüne koyurdu. Qəbir duasını Hamid oxuyurdu. Mən baxırdım, ləzzət alırdım. İndi daha oğlum kişi olub, məndən sonra elə işlər görəcək ki, adım ucalacaq. Cəmaat deyəcək, Allah rəhmət eləsin atasına.
Yamaç ağa. Buyurun, Kızım o tarafı da tut. buyurun, Ya Allah. buyurun. Zəhmət çəkdiniz. Ayaqlarınıza sağlıq, buyurun. Buyurun əyləşin. Susan. Buyurun. Xahiş edirəm cənab. Buyurun. 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 Hamid. Cevap ver bana. Telefona cevap ver. Ancak koy bir defede sesini eşidim. Hamid. Telefona cevap verdi. Salam ata. Bəli ata. İşim vardı ata. Ancak bir dəfə bala. Bir dəfə də atana cevap ver. Hamid. Qoy bir dəfə də səsini eşidir. Hamid. Əzizim. Bana bir dəfə də telefona cavab ver. Hamid, ay bala. Atacan. Ata. Ata. Dur. Mamanın halı yaxşı değil. Dur aparaq həkimə. Dur ata. Məhtəb. Nə olub? Mamamın halı pisdir. Xəstəxanaya aparırıq. Buyurun. Ana. Mamacan. Dur mama. Ne olur? Sara ələ yağatda qalma. Çəkil kənara. Ana dur gedək xəstəxanaya. Şərifə. Məhtəb gel.
Gəl qızım. Bax, mən gedirəm. Məhsünlə ananı xəstəxanaya yapar. Hara ata? Hacı ağa bir şey olub? Mama. Hardadır? Bilmirəm. Hər yerdə onu axtarmışıq, yoxdur. Necə yəni yoxdur? Yanında heç kəs yoxdur bəyəm? Niyə? Bir saat bundan əvvəl otağındaydı. Yaxşı, indi hardadır? Mütəəssifəm, bilmirəm. Axı necə ola bilər uşağını qoyub getsin? Səninlə danışıram. Onun üçün neyləmək olar? Ciddi baxma ehtiyacı var. Leyla. Bu qədər məni onunla ortaq eləmə. Leyla xanım, gəl al uşaq, həlak oldu. Leyla uşağımızdır ha. Səndən acığım gəlir. Dedim ancaq mən. O toprağın altında yatan oğlan mənim də ciyər paramıdır. ای که عمری در هوایت نشستم زیر باران ها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابان ها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردم خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم
نشستم زیر باران ها کجا